Təzyiq dərmanını da hazır qoyun, pişiyor. Təzyiq dərmanından nə arrantısanız, abi yeməği yeyəndən sonra sizə lazım olarsa, bugün sizinlə birlikdə bığa tutan edirik. Yəni mədəni forması ilə bığa düzən. Bığa tutanı hazırlamaq üçün 2-3 saat əvvəlcədən quru ətlə soğanı qaynadırıq. Onlar qaynayandan sonra üstünə tomat əlavə edirik və başlayırıq ələ yapışmayan yumuşaq bir dənə xamır yoğurmağa. Yoğurduğumuz xamırı kündələrə ayırırıq. O ayıran yerdə də sizə bir şey danışım. Mənim hazırladığım bığa tutan əsl reseptdəkindən eyni deyil. Çünki avarların hazırladığının içində soğan və tomat olmur. Onun əvəzinə kartof tökürlər və onlar onun suyunla birlikdə yeyirlər. Yəni xamırı suya batırırlar, sonra içinə kartofla quru əti bükürlər, sonra da yeyirlər. Nəsə keşif bu yazaq. Kündələrimizi götürək bir dənə yaydıq. Bu yandan baxanda o yanı görsə nəsə kimi olsa, o deməli olubdur. Üstünü götürək cana yağlayırıq. Yağlamaq üçün elə qıraqlarından üstünə doğru qatlayırsınız, götürək yağlanır. Ondan sonra hansı forma sizə uyğundur, onda doğrayırsınız. Amma əslində qaydalara əsasən romb şəklində doğranmalıdır. Nəsə bunu doğrayırıq. Sonra doğrayandan sonra üst-üstə bir də atırıq bunları. Siz atmaya da bilərsiniz, amma bişəndə çox əziyyət olmasın deyə də üst-üstə yığırıq. Yığdığımızdan sonra indi bunları romb şəklində doğrayırıq. Nəsə doğrayıram, baxın. Bu arada qazanınızın üstünə bir dənə qoyursunuz. İçindən buxar keçirəsi bir dənə alətdən bir şeydən. Məndə bir dənə dəmir var idi, onu qoydum. Mantı qazanının dəmiridir, onu tərs çevirdim, qoydum. Hələ onu dairə formasında düzürsünüz. Düzəndən sonra onları götürüb qapağını örtürsünüz. Onlar bişməlidir və üstündə kiçik qabarcıqlar olmalıdır. Gördüyünüz kimi biraz da rəngi dəyişir. O bişəndən sonra üstünə o birisi qatı qoyursunuz, elə qat-qat bişirirsiniz. Ən axırıncı qatı da qoyandan sonra biraz artıq bişirirsiniz. Bizim bığa tutanımız hazırdır. Pisiyor. İndi yeyilmə qaydasına baxın. İndi sizə havın yeyilmə qaydasını göstərirəm. Götürürsünüz bir dənə havınla qoydunuz avraları aralayırsınız. Bu arada biraz hələ 1-1 saat 1-1 2-2 oldu mu? Üstünə də qoydunuz quru ətindən götürürsünüz. Bir dəqiqə. Büksünüz əti içinə. Büktünüz. Təzyiq dərmanını da hazır qoyun, pişiyor.